uşaqların diqqətini, marağını cəlb eləmək və onlarda müəyyən qədər həvəs meydana gətirmək onunla ünsiyyətdə olan insanın işidir. Biz burada böyüklərdən, yəni bu durumda müəllimlərdən daha çox şey gözləyirik. Yəni müəllim dərsini o qədər maraqlı eləməlidir ki, uşağın fikri başqa yerə getməsin. Ancaq məsələyə kompleks baxmaq lazımdır. Sadəcə müəllimlər belə eləsə hər şey düzələcək deyil. Mən müəlliməm. Bu arada mən müəllim işləmişəm. Mən müəllim olaraq mənim sinifimə hər bir ailədən bir uşaq gəlir. Hər ailə bir dünya deməkdir. Hər ailə fərqli bir baxış bucağı deməkdir. Və mən onların hamısını birlikdə toplayıram. Eyni cür yanaşaraq onlara nəsə verməyə çalışıram. Bu elə başdan bu düzgün də deyil, mümkün də deyil. Ola bilməz ki, bu yaxşı bir nəticə versin. Ona görə birinci növbədə bunun fərqində olmaq lazımdır. Hərə bir ailədən gəlir. İkincisi, hər bir uşağın temperament tipi, yəni təbiəti fərqlidir və bu fərqlilərə biz eyni şeyi verməyə çalışırıq. Müəllimdən soruşursan, deyir ki, mən sinifimdə 30-35 nəfər var. Bunlar fərqli necə yanaşa bilərəm? Haqlıdır. Haqlıdır. Amma bu tərəfdən uşağa baxırıq, bəs o da 30-35 nəfərin içərisində itib batmaqda buna haqsızlıq deyil, haqsızlıqdır. Niyəsə amma nəticə itibarilə iş uşağın üstündə qalır. Yəni günahkar uşaq çıxır axırda.